Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənə mətbəxində. Mən bugün paxla plov, şüyüdlü paxla plov toyuqla hazırlayıram. Sizinlə bölüşürəm. Mənim YouTube kanalımda cürbəcür paxla plovlar var. Neçə cür paxla plov hazırlamışam. Yenə mən yayda paxlanı hazır eləyirəm. Qəşəng bax, belə təmizləyirəm. Buzluqda saxlayıram. İndi həmin buzluqda saxladığım paxladan plov hazırlayıram. Sizinlə də bölüşürəm. Su qaynadı qəşəng. Düyünü təmiz yudum. Əlavə elədim suya. Duz əlavə elədim. Düyünə əlavə elədim. Düyü biraz qaynayandan sonra paxlanı da əlavə eləyirəm düyünün üzərinə. 2 dənə toyuğu elə bil ki, yerli çolpanı da duzlayıram, istiyotlayıram qəşəng. Bir 2-3 saat, lap axşamdan da elə vaxt eləyirəm, səhərə qədər qalır. Bir üzün qızardıram qazanda, ikinci üzün çevirəndə düyünü əlavə eləyəcəm çolpaların üzərinə. Yəni ki, altda qalacaq. Düyünün altında döşəmə plov da. O düyü dəm alana qədər elə bil toyuqlar da pişəcək orada. Biraz su da əlavə eləyirəm. Qazan buğulanandan sonra xodunu alacam qəşəng vam xodda toyuq bişənə qədər dəm alacaq. Hardasa bir 40 dəqiqə, 45 dəqiqə ki, toyuq orada bişməlidir. Biraz yerli toyuq gec bişir. Ağ toyuqlar məsələn qoyanda bilirəm ki, yarım saata bir 40 dəqiqəyə bişir. Bunu hardasa bir heç olmasa 1 saat qalsın ki, toyuq bişsin. Yağ əlavə eləyirəm. Ərinmiş kərə yağı əlavə eləyirəm düyünün üzərindən. Qəşəng qoyuram dəmə. Mənim bu yeməyim sifariş olduğuna görə mən bunun sunumunu eləməyəcəm. Elə bil ki, elə qazanda da göndərdiyimə görə mən yenə bu düyüyə əl vurmayacam. Yəni toyuq altında bişəcək. Toyuğu göstərməyə imkanım olmayacaq. Elə qazanda da sunumunu yapacam, eləyəcəm. Sağ olun, sağlıqla qalın.